Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbərin bugün olan ilk buraxılışı ilə qarşınızdayıq. Studiyada Arzu Xəlilovadır. Prezident İlham Əliyev İranın Xarici İşlər Naziri Seyid Abbas Ərakçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanla İran arasında əlaqələrin böyük tarixinin olduğunu deyən prezident qeyd edib ki, xalqlarımızın əsrlər boyu bir yerdə yaşaması münasibətlərimizə xüsusi önəm verir. Son dövrlərdə əlaqələrimizin fəallaşmasından məmnunluğunu bildirən dövlət başçısı İran prezidenti Məsud Pezeşkiyanın ölkəmizə səfərinin, həmçinin digər yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərlərinin əməkdaşlığımızın daha da dərinləşdirilməsinə töhfə verdiyini vurğulayıb. Hökumətlərarası komissiyanın çox uğurla fəaliyyət göstərdiyini vurğulayan prezident İlham Əliyev bu xüsusda iqtisadi, ticari, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığa toxunub. Seyid Abbas Ərakçı da öz növbəsində Azərbaycan-İran əlaqələrinin dərin köklərə malik olduğunu vurğulayaraq münasibətlərimizin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Global Infrastructure İnvestisiya İdarəetmə şirkəti Global Infrastructure Partners'ın təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Ogunlesini qəbul edib. Prezident Dövlət Neft Fondu ilə Global Infrastructure Partners şirkəti arasında formalaşan tərəfdaşlığı yüksək qiymətləndirərək, fondun şirkətlə birgə İtalo sürətli dəmir yolu operatoru və London Gatwick hava limanı üzrə həyata keçirdiyi investisiyaların uğurlu əməkdaşlıq nümunələri olduğunu bildirib. Ölkəmizin uzun müddətli inkişaf strategiyasına toxunan dövlət başçısı bu xüsusda Global Infrastructure Partners ilə tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Adebayo Ogunlesi Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə əməkdaşlığın səmərəli nəticələr verdiyini deyərək şirkətin idarə etdiyi fondlara yatırdığı sərmayələrin iki qurum arasında etibarlı tərəfdaşlıq modeli formalaşdırdığını bildirib. Xəzər xəbəri izləyirsiniz. 8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşgül qəsəbəsi yaxınlığındakı poligonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq deyə məlumatda deyilir. İki avtomobil toqquşu bir nəfər həyatını itirib. Hadisə Masazır qəsəbəsi ərazisində qeydə alınıb. Toqquşma nəticəsində mini avtomobilinin biri anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Lakin avtomobilin sahibi Qurbanəli Əlizadə həyatını itirib. Digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir. Hadisənin baş vermə səbəbi araşdırılır. Abşeronda 41 yaşlı kişi dəm qazından boğularaq həyatını itirib. Hadisə Masazır qəsəbəsində qeydə alınıb. Belə ki, 41 yaşlı Sahil Məmmədovun meydini yaxınları hamam otağında aşkarlayıb. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır. Yevlaxda idarəetmədən çıxan mini avtomobili aşıb, bir kişi, 3 qadın xəsarət alıb. Hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 52 yaşlı sürücü Vüqar Şamirsoy əvvəlcə avtomobili yol kənarındakı dəmir arakəsməyə çırpıb. Zərbənin gücündən avtomobil dəmir maneələri qıraraq su kanalının kənarına aşıb. Hadisə zamanı sürücü ilə yanaşı avtomobildə olan 3 qadın sərnişin müxtəlif növ bədən xəsarətləri alaraq Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralılara ilkin tibbi yardım göstərilib. Hadisənin baş vermə səbəbləri araşdırılır. Təbib tabeliyində olan poliklinikalarda yeni elektron növbə sistemi qurulur. Bunu Birliyin İctimaiyyət Əlaqələr və Kommunikasiya Departamentinin rəhbəri Zamirə Ədilova sağlam dialoq, media və səhiyyə kommunikasiyasında yeni
paradigmalar mövzusundakı təlimdə deyib. Onun sözlərinə görə artıq Hövsan Ailə Sağlamlıq Mərkəzində yeni elektron növbə sistemi hazırdır. Bu, indiyədək qurulan sistemdən fərqlənir və departament rəhbəri bildirib ki, sistem növbələri optimallaşdırılacaq və daha qısa müddətdə pasiyentin tibbi xidmət almasına şərait yaradacaq. Daha sonra çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və Tibbi Vasitələr Şöbəsinin müdiri Elmin Quliyev dərman vasitələrinin təminatı prosesini açıqlayıb, bildirib ki, xəstə həkim tərəfindən müayinə olunacaq və diaqnoz qoyulacaq. Zəruri hallarda e-resept sistemi ilə icbari tibbi sığorta üzrə resept yazılacaq. Vətəndaş resept əsasında agentlik ilə müqavilə bağlanmış aptekə yaxınlaşacaq. Öz şəxsiyyət vəsiqəsini təqdim edəcək və ona sığorta hesabına qarşılanan dərman veriləcək. İcbari tibbi sığortanın məlumat bazasında qeydiyyat aparılacaq. Aptek tərəfindən təqdim olunan hesabatların ekspertizası aparılacaq və İcbari Tibbi Sığorta Fondu tərəfindən apteklərə ödənişlər ediləcək. Bakıda İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalının açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun təşkilatçılığı, tərəfdaşlığı, Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə baş tutan festivala Azərbaycan ilk dəfə ev sahibliyi edir. Tədbir ölkəmizin beynəlxalq mədəniyyət platformasında artan rolunu və regionda multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin təşviqinə verdiyi töhfəni bir daha nümayiş etdirir. Festivalda mədəniyyətlər arası dialoqun inkişaf etdirilməsi, İslam dəyərlərinin tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı iqtisadiyyat, təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı sənayələrin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi nəzərdə tutulur. It's a great honor and privilege to host this event. İslam Mədəniyyəti Festivalının Bakıda keçirilməsi bütün İslam dünyasından yaradıcı sənaye nümayəndələri üçün dialoq, tərəfdaşlıq və yeni ideyalar platforması rolunu oynayacaq. Həmçinin 40-dan çox ölkədən 300-dən artıq beynəlxalq iştirakçının, həmçinin 5000-dən çox ziyarətçinin gözlənildiyi bu tədbir, yaradıcı sənaye sahəsində fəaliyyət göstərən bütün iştirakçıların əlaqələrinin genişlənməsinə və inkişafına mühüm töhfə verəcək. Eyni zamanda ziyarətçilərə müxtəlif kreativ və innovativ həllər təqdim edəcək. Davam edir, hörmətli tamaşaçılar. İstanbulda narkotiklə bağlı əməliyyat zamanı polisə atəş açılıb. Narkotacirlərə qarşı keçirilən əməliyyat zamanı yaralanan xüsusi əməliyyat polisi Emre Albayraq həyatını itirib. Polisi silahla qətlə yetirən 35 yaşlı şəxslər əksləşdirilib. Reyd zamanı evdə olan digər şəxslər isə polis tərəfindən həbs edilib. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Rusiya-Ukrayna müharibəsinin həlli üçün Birləşmiş Ştatlar administrasiyası tərəfindən hazırlanan sülh sazişi layihəsini hələ oxumadığına görə Ukraynalı həmkarı Vladimir Zelenskidən məyus olduğunu bildirib. Bunu Amerikalı lider John Kennedy adına ifaçılıq sənədləri mərkəzində jurnalistlərə açıqlamasına deyib. Deməliyəm ki, Zelenskinin təklifi hələ oxumadığına görə bir qədər məyus oldum, deyə o bildirib. Trump bildirib ki, Ukrayna prezidentinin ətrafı ABŞ hökumətinin təklifindən son dərəcə məmnundur. Bu arada, Amerikalı qanunvericilər 2026-cı il üçün müdafiə büdcəsi layihəsini açıqlayıblar. The Hill tərəfindən dərc edilmiş qanun layihəsi milli təhlükəsizlik üçün rekord xərcləri və Ukraynaya $400 milyon yardımın ayrılmasını nəzərdə tutur. Sənədə əsasən 2026-cı il üçün müdafiə büdcəsi $901 milyard təşkil edəcək. ABŞ prezidenti Donald Trump isə $892,6 milyard büdcə istəyib. Qanun layihəsi Kiyevə $400 milyon məbləğində hərbi yardım ayrılmasını nəzərdə tutur.
İndoneziyanın Sumatra adasında daşqınlar və torpaq sürüşmələri nəticəsində 950 nəfər həyatını itirib. Bu barədə İndoneziyanın fəlakətlərin idarə edilməsi üzrə Milli Agentliyi məlumat yayıb. Eyni zamanda 274 nəfər itkin düşüb. Məlumata görə təbii fəlakət nəticəsində təxminən 5000 nəfər xəsarət alıb. Fəlakətə noyabrın sonundan etibarən bölgədə davam edən güclü yağışlar səbəb olub. Sellər yaşayış evlərinə, yollara və infrastruktur obyektlərinə ciddi ziyan vurub. Xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çıxışını çətinləşdirib. Meksikanın Michoacan ştatındakı bələdiyyəsində polis idarəsi qarşısında bomba yüklü avtomobilin partladılması nəticəsində 5 nəfər həyatını itirib. Bu barədə ştatın baş prokurorluğu məlumat yayıb. Hadisə yerində partlayış nəticəsində dağılmış avtomobil 2 nəfərin qalıqları ilə birlikdə aşkar olunub. Partlayışda polis əməkdaşları da daxil olmaqla 8 nəfər yaralanıb. Onlar xəstəxanaya aparılıb və 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb deyə prokurorluğun açıqlamasında bildirilib. Qeyd olunub ki, hadisənin araşdırılması üçün prokurorluğun, eləcə də Milli Müdafiə, Dəniz Qüvvələri, İctimai Təhlükəsizlik və Mülki Müdafiə Nazirliklərinin əməkdaşları hadisə yerinə göndərilib. Ştat prokurorluğu hadisənin hallarının araşdırılmasında federal qurumlarla işləməyə davam edəcəyini vurğulayıb. Belə hörmətli tamaşaçılar, saat xəbərlərini təqdim etdik. Saat 18-də isə yenidən görüşəcəyik.